İlham Əliyevi iki halda devirmek mümkündür. Ya beynəlxalq gücler tarafından ya da halk tarafından. Bugünkü gündə İlham Əliyevin beynəlxalq güclərlə münasibətləri mövcuddur. Onlara açıq şəkildə qarşı çıxmasa da hələlik onların istəklərini yerinə yetirir və yetirməkdə hazır olduğunu hər zaman bildirir. Lakin bu Azərbaycan xalqını əzmək hesabına başa gəlir. Azərbaycan xalqını əzmək hesabına xalqın pulunu, sərvətini beynəlxalq güclərə, kimlərəsə daşıyır. Sərvət də qalmadı. Neftin dibi qalıb, qazın dibi qalıb. Görək nə sonra da orqanlarımızı satacaq, verəcək orada. Odur bax, Ukraynada bir orqan satan tutulub, məlum olub ki, Polşa tutulub, məlum olub ki, ən çox orqanları Azərbaycandan daşıyırmış. Köpək qızı, Ukraynada savaş gedir, Rusiyada. Oralarda niyə daşımırsan? 10 minlərlə uşaq oğurlanıb yoxa çıxıb. Oralardan niyə daşımırsan? Bəs deyilmi bizim İlham Əliyev? Deməli, o prezidentlər orqan satmağa razı deyil. Hansı prezidentlər orqan satmağa razıdırsa, bax oradan daşıyırlar. Deməli, Azərbaycan xalqının əzilməsi haqqında, Azərbaycan xalqının əzilməsi, haqqına girilməsi, süründürülməsi təkcə xalq üçün deyil, eyni zamanda beynəlxalq güclərin maraqları üçün də zid bir vəziyyətdir. Çünki bugün Azərbaycan xalqının ayağa qalxması, inqilaba qalxması beynəlxalq güclərin Azərbaycandakı maraqlarına ciddi təsir göstərəcək. Bu, onların investisiyalarına, şirkətlərinə, qurduqları sistemə böyük zərbə verə bilər, vura bilər. Dəyərlənmələrim, çox böyük zərər ola bilər. Azərbaycan xalqının etiraz dalğası. Ona görə də beynəlxalq güclər adətən diktator rejimlərin davamlı olmasını istəmirlər. Diktator sistemlər öz xalqlarına zərər verir və bu da beynəlxalq maraqlara ziddir. Amma bugünkü vəziyyətdə bu rejimi dəstəkləmək böyük güclərin marağındadırmı, yoxsa marağında deyilmi? Dəyərlənmələrim, bu diktatura rejimini değiştirmek ancak Azerbaycan halkının üzerine düşecek. Bu ağır yükü çekmek. Değerli vatandaşlarım, değerli soydaşlarım, dostlar, kardeşler, ebedi diktator kalmır, ebedi diktator yaşamır. Müəyyən bir ömrü olur diktatorların. En abırı geden diktator Maduro oldu, birazdan ondan danışacağız. Eğer halk her gün öz sesini çıkardırsa, etirazını edirsə, hatta meydanda, medyada da etiraz etmek çok ciddi təsir göstərebilir. Azerbaycan halkının medyada belə ciddi etirazı Əliyevə böyük bir zərbədir. Elə mənim kanalımda. Baboşa baxırsınız, dünya bilmir. Azərbaycan xalqı Baboş, Ostrostra, Bud gəmirəndə 10 min, 15 min adam baxır. Qabil üsyandan, fəryaddan, azadlıqdan, demokratiyadan danışır. Veyahut Qabil onun başqası olsun. 3 min uzaq başı, 3500 adam baxır. Deməli, dünya gücləri də deyir ki, Mossad, Masson, Illuminati, nə bilim o M6'dan beri hamısı nəzarətdən keçiririk bu xalqın durumu. Deyirlər, bu xalq deyəsən razı deyil, bu belə İlham Əliyevin bu bədənini və şərəfini satmaqdan başqa xalqa yaşama şansı qoymuyor. Deyəsən, xalq buna razıdır. Tayland kimi buradaki kişilər peysərə vermək, qadınlar da bədənini satmağa meyillidir. Əgər xalq, burada dururam, deyirəm, tıkladı, qadan alayım, tıkladı, həm çoxalaq, həm də dünya gücləri görsün bizi. Böyük güclərin marağına çevirilək. Deməli, əgər xalq hər gün öz səsini çıxararsa, etirazını bildirərsə, bu çox ciddi təsir göstərə bilər. Əlbəttə ki, meydanda edilən etirazlar daha böyük təsir göstərir. Hazırki şəraitdə Azərbaycan xalqı etirazını sosial şəbəkələr vasitəsilə ifadə edə bilir. Ancaq ifadə edə bilər sosial şəbəkələrdə. Paylaşımlar etməklə, şərhlər yazmaqla, bəyənmələrlə, fikir bildirməklə, müxtəlif şəxslərin və xaricdə yaşayan blogerlərin videolarını paylaşmaq, bəyənmək, yaymaqla Azərbaycandakı vəziyyət daim gündəmdə saxlanılmalıdır. Rast meydana icazə vermirlərsə, meydana çıxmaq çox böyük, necə deyərək, qətiyyət tələb edirsə, Əliyevlər çox böyük gücünlə meydanı nəzarətdə saxlayırlarsa, heç olmasa mediada aktiv olmalıyıq. Xalqın nə istəyi, nə istədiyi, kimə dəstək verdiyi, kim tərəfindən zülüm gördüyü sosial şəbəkələr və internet portalları vasitəsilə dünya ictimaiyyətinə çatdırılmalıdır. Çünki bu platformalar təkcə Azərbaycanda deyil, digər ölkələrin, bütün ölkələrin səfirliklərində və beynəlxalq təşkilatlarda izlənilir. Xaricdə yaşayan Azərbaycanlıların fəaliyyəti hakimiyyət üçün xüsusilə narahat edicidir və bu rejimə ciddi zərər vurur. Bugünkü şəraitdə xalqdan başqa meydanlara çıxmaq tələb olunmur. Xalqdan, yəni xalqdan birbaşa meydanlara çıxmaq tələb olunmur. Əsas inqilaba, üsyana qədər kiminsə zərər görməsini istəmirik. Əsas məsələ sosial şəbəkələrdə daha aktiv olmaqdır. Daha sərt reaksiya verməkdir. Fikirlər yazmaq, paylaşımlar etmək, xaricdəki blogerlərin çıxışlarını yaymaq, onların paylaşımlarının altında
Hətta yorumlar yazmaqla mövqelərinizi bildirməlisiniz. Hətta hakimiyyətə yaxın medialarda yayılan saxta xəbərlərə belə etiraz bildirmək çox vacibdir. Bu adamlar Azərbaycan xalqının azadlığa gedən yolunda attığı real və təsirli değerli adımlar atmalıdır. Sizin attığınız adımlar Azərbaycan xalqının azadlığa gedən yolunda real və təsirli adımlar olacaktır. Xalq əmin olmalıdır ki, bu rejimdən azad olacaq. 2026-cı il çox çətin və mürəkkəb bir il olacaq. Kim düzgün addım atsa, düzgün mövqeyi seçsə və xalq azad olmaq istəyirsə, azadlıq uğrunda danışan, mübarizə aparan şəxslərə ciddi dəstək göstərilməlidir. Bir sözlə, bu rejimdən azad olmağın, bu rejimi başımızdan rədd eləməyin əsas səbəbi Azərbaycan xalqının özüdür. Xalq ciddi reaksiya verərsə və narazılığını açıq şəkildə ifadə edərsə, bu beynəlxalq aləmdə, hətta mediada belə xalqın etirazı beynəlxalq aləmdə qəbul olunacaq və hakimiyyət üçün böyük zərbə vurulacaq. Xalq əmin olsun ki, bu rejim bu cür mübarizədən qalib çıxa bilməyəcək. Bu boyda xalqı əzməkdən, bu boyda cərmələri qaldırmaqdan, bu boyda polis dəyənəyindən xalqı incitməkdən, bu boyda polisin səlahiyyətlərini polis çatmır, daxili qoşuna da verməkdən, hətta onu da azlıq hesab eləyib, dövlət sərhəd xidmətinə də polisin vəzifələrini verməkdən, xalqı əzdirməyə çalışmaqdan hakimiyyət ömrünü uzada bilməyəcək. Hazır olun inqilaba və dözümlü olun. Değerli vətənlər, değerli soydaşlar. Deməli dostlar, qardaşlar, canlarım, ciğerlerim, sizin yorumlarınız, izləmə sayınız, mövqeyiniz hamısı böyük güclər tərəfindən izlənilir və mövqeyiniz nəzərdən keçirilir. Çox yerdə yaz Qabil prezident olmalıdır, Qabil belə, Qabil elə. Deməli Qabili önə atırlar. Və yaxud başqa məsələn İlhama qarşı mövqeləriniz hansı? Görürsünüz, bəzi momentlər var, bəzi hallar var ki, birbaşa xalq ayaqlanıb, xalq hərəkətə keçəndə geri addım atırlar. Bəli, elə hallar olubdur. Elə hallar dəfələrlə olubdur. Elə uzağa getmiyor. Səbinədir, nədir, Sabirən o ermənini öpəndə necə geri addım atdılar? Necə geri addım atdılar? Sonrası qızı dedi, mən prezidentimin yolunu gedirəm, onun arkasından yol gedirəm. Sülh elə. Amma hakimiyyət xalqın etirazını görüb qorxuya düşdü, geri addım attı. Və saat çıxartdılar ki, yox, məni öldürərdilər. Atardılar o Ağcanqum çölünə, nə bilim nə cic başladı. Danışdı, yox, onu danışdırdılar. Yəni mehribanlıq da öyleydi. Görürsən, qızın özü qorxudan belə danışıbmış. Qorxudan ermənini öpübmüş. Qorxudan. Fikir verirsin, qorxudan erməni öpmək olar mı? Olar mı? O qız bananla oxuyanda, bananın tərsindən yiyib, dişini qıranda, döşün arasından banan belə soxanda, ən çox belə disko, tanso oynayanda qorxmurdu. Mən baxdım da oranı izlədim. Vallahi də, billahi də, yalan deyən köpək oğludur. Ondan çox oynayan, ondan çox gülən, ondan çox maçqalıq edən yox idi.